Market və bazarlardan aldığınız quru meyvələrə zəhər qədər təhlükəli dərmanların vurulduğunu bilirdinizmi? Bunu mən demirəm, araşdırmalar deyir. Vitrinlərdə açıq halda qalıb aylarla xarab olmayan, par-par parıldayıb insanın iştahını açan bəzi quru meyvələrin mədə-bağırsaq xəstəliklərindən tutmuş, hətta xərçəngə belə səbəb olduğunu bilirdinizmi? Şəkər zərərlidir deyib quru meyvə alan şəxslər ekrana biraz yaxın əyləşsin. Bugün sizə xaricdən ölkəmizə gətirilən quru meyvələrlə bağlı heç yerdə eşitmədiyiniz faktlardan danışacağam. Siz də elə indi bu videonu yaxınlarınıza göndərin. Onlar da nə ediklərini bilsinlər. Bilirsiniz ki, Azərbaycana quru meyvələr əsasən xaricdən gətirilir. İrandan, Özbəkistandan, Türkiyədən və Çindən. Bu meyvələr uzun müddət xarab olmur. Bir dənəsinə də olsun qurd düşmür. Aylarla vitrində açıq vəziyyətdə qalır. Nə rəngləri dəyişir, nə də ki, ümumi görüntüləri. İnsanlar da faydalıdır deyib çayın yanında qənd konfet əvəzinə quru meyvə alıb içirlər. Bilmədən özlərini zəhərləyirlər. Xaricdən gətirilən quru meyvələrə hansı maddələr vurulur? Gəlin ondan danışaq. Meyvələrin rəf ömrünü uzatmaq, daha parlaq və gözəl görünməsi üçün istehsalçıların ən çox istifadə etdikləri maddələr parafin, gliserin və şərbətdir. Parafin və ya ona bənzər mum əsaslı maddələr əsasən meyvənin parlaq görünməsi, nəmli itkisinin qarşısını almaq və rəf ömrünü uzatmaq məqsədi ilə istifadə edilir. Qurudulmuş meyvələrin səthinə nazik parafin və ya bitki mumu çəkilərək onların nəm çəkməsinin qarşısı alınır. Meyvə quruları aylarla xarab olmadan bu şəkildə vitrində qalır. Az miqdarda parafin qəbulu əslində insan orqanizmi üçün zərərli hesab edilmir və bir çox ölkədə bu maddənin istifadəsinə də icazə verilir. Lakin bəzi ölkələrdə, məsələn Almaniyada və İsveçrədə bu maddənin istifadəsinə qadağalar qoyulub. Çünki bu maddənin istifadəsi insanda allergik reaksiyalarla yanaşı mədə-bağırsaq problemlərinə də səbəb ola bilir. Meyvə qurudulmasında istifadə edilən digər maddə qliserindir. Meyvə qurudularkən çox sərt və kövrək ola bilir. Gliserin əlavə etdikdə meyvə daha yumşaq və çeynənə bilən olur. Gliserin nəmləndirici maddədir. Qurudulmuş meyvənin içində az miqdarda nəmi qoruyaraq onun quruyub daş kimi sərtləşməsinin qarşısını alır. Parlaq və cazibədar görüntü üçün bəzən gliserin meyvənin səthinə az miqdarda çəkilir. Maraqlıdır. Gliserin nədir? Haradan əldə edilir? Bitki mənşəli gliserin palma və ya soya yağından alınır. Gliserin heyvan mənşəli piydən alınsa da, ərzaq sənayesində əsasən bitki mənşəli gliserin istifadə olunur. Normal miqdarda qəbul edildikdə toksik deyil və əksər ölkələrin ərzaq təhlükəsizliyi qurumları, məsələn Avropa Qida Təhlükəsizliyi Təşkilatı və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən Qida və Dərman İdarəsi tərəfindən təsdiq olunub. Ancaq həddindən artıq qəbul edildikdə bəzi insanlarda mədə pozğunluğu, ishal və ya bağırsaq narahatlığı yarada bilər. İndi sizinlə tərkibinə kimyəvi maddə vurulmuş və vurulmamış 2 alma qurusunu müqayisə edəcəyik. Birinci quru meyvəmiz market və bazarlarda açıq halda satılan, tərkibinə kimyəvi maddə vurulan quru meyvədir. Görüntüsü böyükdür, yapışqandır, sanki broiler toyuğu kimi şişirdilib. İkinci meyvəmiz isə sağlam şəkildə qurudulmuş, yerli istehsal olan Dolça brendinə aid quru meyvədir. Bu meyvənin görüntüsünə baxın, digər meyvə ilə arasında yerlə göy qədər fərq var. Dadına və qoxusuna gəlincə isə bu quru meyvədən kimyəvi bir qoxu gəlir, dadı isə demək olar ki, yoxdur. Lakin bu yerli istehsal olan alma qurusuna çox gözəl ətirli alma dadı gəlir. Bir sıra hallarda istehsalçılar məhsulun saxlanılma müddətini və ya çəkisini artırmaq üçün süni şəkərdən istifadə edirlər. Qurudulmuş meyvələri şəkər məhluluna batırır və ya şəkər sirobu ilə emal edirlər. Bu prosesə şəkərləndirmə deyilir. Bunu etməkdə məqsəd meyvənin dadını daha şirin etmək, rəngini qorumaq, parlaq göstərmək, meyvəni daha yumşaq etmək, uzun müddət saxlamaq və çəkisini artırmaqdır. Şəkər zərərlidir deyib meyvə qurusu alan, daha sağlam qidalanmaq istəyən şəxslər baxın belə aldadır. Yüksək şəkər tərkibli olan bu məhsullar qan şəkərini sürətlə artırır, piylənməyə, diş çürüməsinə və insulin müqavimətinə səbəb olur. Diabeti olan şəxslər üçün xüsusilə zərərlidir. Gəlin bir nümunə də çəkim. Meyvə normal qurudulma prosesi zamanı 18-dən 20 dəfəyə kimi çəki itirir. Yəni 1 kiloqram quru meyvə əldə etmək üçün maksimum 20 kiloqram meyvə tələb olunur. Belə olan halda bazarda 18-20 manata təklif olunan ananas quruları sizdə də şübhə doğurmur. Ananasın 1 kiloqramını 3-4 manatdan hesablasaq, 1 kiloqram təmiz qurusunu əldə etmək üçün təkcə meyvənin mayası ortalama 70 manat eləyir. Bəs bizə niyə 18 manata satılır? Siz özünüz də düşünün. Belə olan halda məhsulun təbiiliyindən necə söhbət gedə bilər?
İndi sizinlə 2 ananas qurusunu müqayisə edəcəyik. Baxın, əlimdə gördüyünüz bu ananas qurusu xaricdən gətirilən şəkərləndirmə prosesi və kimyəvi maddələr tətbiq olunmuş ananas qurusudur. Təsəvvür edin, bir dilim ananas qurusunun qalınlığı təxminən 1 sm-dir. Bu ananas qurusu isə yerli istehsal olan Dolça brendinə aiddir. Sağlam şəkildə qurudulub və gördüyünüz kimi əsl ananas qurusudur. İki meyvə qurusu arasındakı fərqi yəqin ki gözlə gördünüz, amma daha dəqiq şəkildə göstərmək üçün onları qaynar suya əlavə edəcəyik. Xaricdən gətirilən və şəkərləndirmə prosesindən keçmiş ananas qaynar suya əlavə olunduqda görəcəksiniz özünüzdə əriməyə başlayacaq. Bu onun tərkibindəki şəkər və kimyəvi maddələrdir. Lakin digər ananas qurusu sağlam şəkildə qurudulduğu üçün onda heç bir dəyişiklik olmayacaq. Təkcə şəkər yox, meyvənin tərkibinə qatılan gliserin, parafin, boya və digər kimyəvi maddələr onu meyvə yox qənnadı məhsul edir. Bu cür məhsulları yoxlamaq üçün onları qaynar suya salıb gözləyin. Meyvə əriməyə başlayır, tərkibindəki süni boyalar suya çıxır. Lakin sevindirici hal buradadır ki, ucuzdur deyib aldığımız xaricdən gətirilən quru meyvələr əvəzinə yerli bazarda bugün əhaliyə təklif olunan təbii və qiyməti münasib quru meyvə brendlərinə də rast gəlmək mümkündür. Videonun sonunda bu haqda ətraflı danışacağam. İndi də sizinlə 2 kivi qurusunu müqayisə edəcəyik. Baxın, gördüyünüz bu kivi qurusu xaricdən gətirilən, rəngləndirmə və şəkərləndirmə prosesindən keçmiş kividir. Digər kivimiz isə yerli istehsal olan Dolça brendinə aiddir. Sağlam şəkildə qurudulmuş təbii kivi baxın belə olur. İki kivini yaxından tutub sizə müqayisə kimi göstərirəm. Aralarındakı rəng, həm də ki qalınlıq fərqi onların hansının daha təbii və sağlam olduğunu bir daha sübut eləyir. Aralarındakı fərqləri daha aydın göstərmək üçün onların ikisini də qaynar suya əlavə edirik. Tərkibinə kimyəvi maddə vurulmuş kivinin suyu baxın bu cür bulanıqlaşmağa başlayır. Lakin təbii kivi qurusunun suyu isə dupduru qalır. Keçək meyvə qurutma prosesində ən çox istifadə edilən maddəyə, kükürt dioksidə. Bu maddə Y220 olaraq tanınır. Kükürt dioksid qazı qida sənayesində qədimdən bəri istifadə olunur. Təsəvvür eləyin, Rom imperiyası hətta qədim Misir dövründə belə bu qaz qidaların uzun müddət xarab olmaması üçün istifadə edilirdi. Kükürt dioksid həm antioksidant, həm də konservantdır. Yəni qidanın görünüşünü saxlayır, dadını qoruyur və daha uzun ömürlü olmasına kömək eləyir. Hazırda dünyada şərabçılıq sənayesində konservlər, qurudulmuş meyvələr və bəzi içkilərin hazırlanmasında istifadə edilir. Avropa və BMT-də bu maddənin qida sənayesində istifadəsi qəbul olunub, lakin normasında. Məsələ burasındadır ki, bəzi ölkələr, məsələn İran, Çin və Özbəkistan kükürt qazından az miqdarda, yəni konservant kimi yox, meyvə qurutma mexanizmi kimi istifadə edirlər. Normalda meyvələrə kükürtləmə prosesi 30 dəqiqədən 1 saat yarıma qədər tətbiq olunmalıdır. Bu meyvə qurutma prosesinin ən sağlam forması hesab edilir. Normal kükürtləmə prosesi zamanı kükürt dioksid qazı meyvənin içərisinə girmir, ancaq səthində qalır. Daha sonra isə düzgün havalandırma ilə buxarlanıb gedir. Lakin bəzi ölkələrdə kükürtləmə prosesi meyvəyə hətta 20 saata qədər tətbiq olunur. Bu da qidanı toksinləşdirir. Kükürt qazı çox miqdarda istifadə olunduqda və yaxşı havalandırma aparılmadıqda meyvədə qalır. Bu da asma, allergiya, baş ağrısı və həzm sistemi xəstəliklərinə səbəb ola bilir. Meyvələri qurudarkən onlara vurulan ən zərərli digər maddələr benzoat, kalium sorbat və formalindir. Bu maddələr meyvəyə çürümənin qarşısını almaq və daha uzun müddət saxlamaq üçün vurulur. Formalin maddəsi əslində qida üçün qətiyyən icazə verilməyən, çox zərərli və təhlükəli bir kimyəvi maddədir. Buna baxmayaraq bəzi qeyri-qanuni hallarda istifadə edilir. Bu çox təhlükəli bir praktikadır və insan sağlamlığı üçün ciddi risklər daşıyır. Təəssüf ki, açıq halda satılan quru meyvələrdə də bu cür kimyəvi maddələrin olub-olmadığını adi gözlə görmək olmur. Amma bəzi şübhəli əlamətlər var. Məsələn, meyvə həddindən artıq parlaq görünürsə, uzun müddət xarab olmursa, meyvədən kimyəvi bir qoxu gəlirsə, yaxud da ki, dadında acılıq hiss olunursa, deməli meyvənin tərkibində zərərli maddələr var. Bu maddələr insanda ürək bulanma, qusma, baş ağrısı, boğulma hissi, hətta xərçəngə belə səbəb ola bilir. Bəli, düz eşitdiniz. Məsələn, formalin dünyada rəsmi olaraq kanserogen maddə kimi tanınır.
Bəs quru meyvələrdəki təhlükələrdən necə qorunmaq olar? İlk növbədə quru meyvə alarkən onun qablaşdırılmasına diqqət edin. Üzərində istehsal tarixi, saxlanılma şəraiti, tərkibi açıq şəkildə göstərilməyən, aylarla açıq halda vitrinlərdə saxlanılan meyvələr insan orqanizmi üçün risklər daşıyır. Meyvə kimyəvi maddələrlə deyil, sağlam şəkildə qurudulubsa, o hava ilə təmasda olmamalıdır. Çünki quru meyvələr açıq şəraitdə qalanda onların üzərində göbələk yarana bilər. Göbələk isə gözlə görünmədiyi hallarda çox təhlükəli ola bilir. Göbələk sadəcə çürümə deyil, bəzi hallarda aflatoksin adlı zəhərli maddələr hasil edə bilir. Bu toksinlər qaraciyəri zədələyir, immun sistemini zəiflədir, ağır sağlamlıq problemlərinə, hətta xərçəngə belə səbəb ola bilir. Quru meyvə yeyərkən acı bir dad hiss edirsinizsə, deməli onda aflatoksin maddəsi var. Buna diqqət edin. Bəs özümüzü bu cür təhlükələrdən necə qoruya bilərik? İlk növbədə açıq şəkildə satılan quru meyvə almayın. Aldığınız quru meyvəyə baxın, sonra isə onu qoxlayın. Əgər quru meyvənin üzərində ləkələr varsa, üzəri parıldayırsa, yapışqandırsa, yaxud da ki turş bir qoxusu varsa, bu meyvələrdən uzaq durun. Bu cür qapalı şəraitdə saxlanılan, üzərində tərkibi və istifadə müddəti göstərilən quru meyvələr ən sağlam quru meyvələr hesab edilir. Keyfiyyətinə etibar etdiyim yerli quru meyvə markası isə Dolçadır. Məhsul Avropa standartlarına uyğun şəkildə istehsal olunur və istehsal prosesi zamanı heç bir qatqı maddəsindən istifadə olunmur. Meyvələr ağacdan dərildiyi keyfiyyətdə tərkibindəki bütün vitamin və minerallar qorunaraq bu şəkildə qablaşdırılır və bizim süfrəmizə gəlir. Dolça quru meyvələrini marketlərdən əldə edə bilərsiniz. Bilirsiniz ki, quru meyvələr həzmi və maddələr mübadiləsini stimullaşdıran liflə zəngindir. Quru meyvələr təzə meyvələrdən daha çox mineral və vitamin ehtiva edir. Onların tərkibində olan kalium qan təzyiqini normallaşdırır, dəmir qan azlığının qarşısını alır. Tərkibindəki saysız vitaminlər ürəyin, beynin, sinir sisteminin və əzəllərin normal fəaliyyətinə dəstək olur. Qurudulmuş meyvələrin glisemik indeksi aşağı olduğu üçün qanda şəkər səviyyəsini kəskin şəkildə artırmır. Bu da onu daha çox faydalı eləyir. Ümumiyyətlə, sağlam olmaq istəyirsinizsə, çalışın ki, sağlam qidalanasınız. Belə dəyərli dostlar, bu günlükdə bizdən bu qədər. Videolarımızın davamının gəlməsini istəyirsinizsə, bəyən düyməsinə basmağı və kanalımıza da abunə olmağı unutmayın. Bizi həmçinin YouTube'dan, Facebook'dan, Instagram'dan və TikTok'dan da izləyə bilərsiniz. Bir bax yazıb axtarış verməyiniz kifayət edir. Növbəti videolarımızda görüşənədək. Hələlik.